Gününüz aydın olsun Azərbaycan xalqı. Baxın, buyurun. Araz müəllimin çıxışına baxın. Yox, vallahi inana bilmirəm. Vallahi bu biz ola bilmərik. Biz belə millət deyildik. Biz bu qədər vicdansız, əqidəsiz, murdar bir xalq deyildik. Bəli. Bakıda 14 yaşlı bacısını hamilə buraxan 2007-ci il təvəllüdlü, yəni onun da yaşı cəmi 19-dur, bacısına qarşı cinsi zorakılıq tətbiq edib, daha sonra bacısı hamilə qalmama, bacısı uşağı Gördünüz və məlumatlandınız. Bəlkə də mən desəm inanmazdınız. Jurnalistimizin dediyi sözü və bu mətbuatdan yayılmış bir xəbərdir. Demək 19 yaşında şərəfsiz, qeyrətsiz, biqeyrət öz bacısına təcavüz edib və bacısı da ondan hamilə qalıb. İnsan həyatında ən biqeyrət, ən şərəfsiz, ən oğməlidir. Ona görə də xahiş edirəm sizdən, buna dəstək olayım. Mən burada müraciət edirəm. Hörmətli cənab nazirimiz, Ədliyyə nazirimiz Fərid müəllim Əhmədova müraciət edirəm. Çox xahiş edirəm. Hörmətli Fərid müəllim, xahiş edirəm Azərbaycanda bir türmə tikilsin. Rusiya vilayətində yerləşən o tanıdığımız, bildiyimiz qara delfin deyilən, çornu delfin deyilən bir türmə ilə müqayisə olunsun. Hansı ki orada bu tip insanlar, bu tip məxluqlar orada cəzasını çəksinlər və onlar orada başa düşərlər. Başa düşərlər ki, bacısına, anasına təcavüz edən insanın cəzası nədir? Bəli, mən bilirəm orada müəyyən bir qardaşlar var, qeyrətli qardaşlar var ki, onu yaşatmazlar. Bəlkə də onu elə bir hala salacaqlar ki, mən buna tam əminəm. Onu elə bir hala salacaqlar ki, o insan bəlkə də özünə intihar eləyəcək. Yəni elə bir qeyrətli qardaşlar var. Allah hamısının qapısını açsın, qeyrətlilərin, yaxşıların. Hörmətli Fərid müəllim, bir daha da dönə-dönə xahiş edirəm. Bu elə bir türmə inşa edilsin və bununla da ciddi məşğul olunsun. Ölkədə bugünkü gün bacısına təcavüz edən, bugünkü gün bacısına xəyanət edən, sabah dövlətinə də xəyanət eləyəcək, xalqına da xəyanət eləyəcək, hər bir kəsə xəyanət eləyəcək. Ona görə də sizdən xahiş edirəm, bir dövlət məmuru kimi, bir nazir kimi, mən də sizin bir müstəqil ölkənin vətəndaşı kimi sizi özümə güvən yeri bilib bir ədillə sahəsində sizə bu məsələlərlə bağlı mən sizə müraciət edirəm. Dönə-dönə xahiş edirəm. Çox təcili bir türmə inşa edilsin və belə bir insanlar orada cəzasını çəksin. Və əziz xalqım, sizə bir real bir faktı mən danışacağam. Yaxın bir insan, mənə çox yaxın bir insan, hansı ki yad olsa da o insanı özümə çox yaxın bilib və dərdini, o da mənə özünə yaxın bilib, dərdini açıb deyib. Onun öz qardaşı 15 il bundan qabaq ona təcavüz edib, uşaq vaxtı, qız vaxtı ona təcavüz edib və o böyüyüb, ərə gedib, bugünkü gündə Allah'a şükür 3 evladı var, Allah saxlasın. Yəni o insana öz qardaşı təcavüz edib. Onun şəklini də mənə atıb, onun şəklini də mən sifətimdə canlanır. İnanın Allah, mən cinayət xarakterli bir insan deyiləm. Ancaq o insanı gözləyirəm ki, nə vaxtsa qarşıma çıxsın. Mən o insanı hansısa bir bəhanə ilə ən azından döyüm və ürəyim soyusun ki, bacısına xəyanət etmək, bacısına təcavüz etmək ən oğraş, biqeyrət bir şeydir. O xanım sadəcə balalarının adına ləkə gətirməməkdən ötürü o hərəkəti eləmir, onu ifşa eləmir, onu açığa çıxartmır ki, bütün nəsil o insanı bəlkə də öldürər. Yəni ki, tam əminəm ki, onu öldürər. Sadəcə o insan çıxartmır ki, balalarının adına ləkə gəlməsin. O qadın çox qeyrətli, namuslu qadındır. Ona görə də buradan da səslənirəm, əziz valideynlər, qız analarına, ümumiyyətcə bütün valideynlərə səslənirəm. Qızlarınızdan müğayət olun, evlatlarınızdan müğayət olun. Bugünkü gün qardaş bacısına təcavüz edirsə, qardaş bacısını zorluyursa, demək ki, bugünkü gün təhlükədə yaşayırsınız. Bugünkü gün cəmiyyət pis formalaşıb, cəmiyyətdə qeyrətsizlik yaranıb, cəmiyyətdə pozğunluq yaranıb. Bunların hamısını eləyən bu xalqdır. Bugünkü gün hər şeyə göz yuma gəlib bu vəziyyətə çıxmışıq. Bugünkü gün nəzarət yoxdur. Nəzarət, bəli, təbii ki, hansı bir valideyn nə ağlına gələr ki, övladı, oğlu qızına hansısa bir zorakılıq tətbiq edəcək. Hansı valideynin ağlına gələr? Təbii ki, heç bir valideyn. Ona görə də qızlarınıza nəzarət eləyin. Xüsusən də özünüzə bir qızınız kimi yox, bir padruqa kimi, rəfiqə kimi həmişə çalışın, dərdləşin. Onun içini tökün, o qızlarınızın içini tökün. Bəlkə bir dərdi var, bəlkə deyəcək nəsə bir elə bir məsələ var ki, onu deyə bilmir. Bir araşdırın, bir soruşun, bir dərdləşin, baxın görün qızınızın dərdi nədir. Başa düşürəm 15-16 yaşlı qızların hansısa bir temperamentli vaxtıdır, ruslar demiş, hansısa bir çılğın vaxtıdır. Ona görə də onları başsız buraxmayın. Oğlanlarınıza qeyrət dərsi keçin. Oğlanlarınıza qeyrət dərsi keçin, əziz valideynlər. Mən bugünkü gün 7 yaşımda oğluma hansı viddə qadın pozğundur, hansı viddə qadın yaxşı qadındır, onu dərs keçirəm 7 yaşında oğluma. Hansı viddə kişi yaxşıdır, qeyrətlidir, hansı viddə kişi qeyrətsizdir, cinsi azlıqdır, nə bilim, üzdən iraqdır, nədir? Mən bunları evladıma, 7 yaşında evladıma dərs keçirəm. Bu yaxınlarda qarajdan keçirəm, bir üzdən iraq telefonla danışır. Mən reaksiya vermədim, gözlədim, dedim birdən uşaq görər, pisinə gələr. Ona görə reaksiya vermədim. Uşaq qabağa getdi, dedi ki, ata ona bax, arvad deyilə belə, onun danışığına bax, zəhləm gedir o kişilərdən. O cür kişilərdən zəhləm gedir, o cür oğlanlardan zəhləm gedir. Başını sığallamışam, üzündən öpmüşəm ki, ay sağ ol bala, bax elə insanlardan uzaq dur.
Ümumiyyətcə, bəsdir bu sosial şəbəkələr, bəsdir bu telefonlara girdiniz, bəsdir ay xanımlar, ay qadınlar, xüsusən də sizdə, ay analar, bəsdir bu moda bazlıqlarınızdan əl çəkin, bəsdir bu, ay nə bilim, o filan kəs onu geyindi, mən qaçım gedim onu geyinim. Siz uşaqlarınızla məşğul olun, uşaqlarınızın geyiminə fikir verin, uşaqlarınızın yatdığı yerə fikir verin, uşaqlarınıza nəzarət edin. Mən bu səslənirəm sizə. Bəsdir, indicədən pəncərədən baxıram, and olsun Allah mühafizəyə zəng eləmişəm ki, gəl bu küçükləri yığışdır burada. 5 dənə, 6 dənə oğlan giriblər orada daldaya, nə qələt eləyirlər bilmirəm. Biri də 15-16 yaşında oğlan, 15 yaşında kızı oturtdurup maşına ne hokka çıxardılar, kameraya çəkdim, sadəcə özümə rəva bilmədim, az yaşlı idi deyə, heç kimə də yollamadım, pozdum. Yəni dediyim odur ki, əziz xalqım, balalarınıza nəzarət edin, balalarınızı unutmayın. Bugünkü gün o günü baxıram, keçirəm, bir dənə baxıram ki, bir şortikli, bir endamədən çıxmış bir şortikdə bir qız keçir. Baxdım, dedim ki, ay Allah, bunun əri zadı yoxdur, bunun bir yiyəsi yoxdur. Gəldim keçsim ki, onlar bunun 14 yaşı, 15 yaşı. Özümə nifrət elədim ki, 14-15 yaşında təzə çılğın vaxtında ana bunu, özü böyründə də anası var idi, ana bunu bu cür geyindirirsə, bu sabah təcavüzə də uğrayacaq, zorakılığa da uğrayacaq. Bunu Nurgelo bu boş başınıza vurmursunuz. Qızlarınıza şort geyindirməyin. Geyindir, qız uşağı geyinər, müəyyən bir yaş vaxtında geyinər. Hardasa bir 11-12 yaşında geyinər. 16 yaşında, 17 yaşında ərə gedəcək qızlarınıza şort geyindirməyin. Yaydır, istidir, nədir? Bunlar mənə çatmır. Bax, deyirəm sizə, and olsun Allah'a deyirəm. Bizi yaradana and olsun deyirəm ki, qızlarınız təcavüzə uğrayacaq. Bunu mən sizə deyirəm ha. Çünki oğlanların 60%'ında qeyrət qalmayıb, qızlarımızın da elə 60%'ında ləyaqət qalmayıb. Ona görə də qoruyun, heç olmasa siz qoruyun. Pis cəmiyyətə gəldik. Avropalaşmaq, nə bilim bu TikTok, nə bilim müasirlik, hamısı xalqımızı pis günə qoydu. Buna görə də həmin o qardaş deyir, içkili olmuşam, eləmişəm. Sən başını daşa dönmüsən, sən qələt eləmişsən, inşallah ki, sən də içəridə cəzanı çəkərsən. Dövlət tərəfindən də cəzanı çəkəcəksən, içəridə o yaxşı qeyrətli qardaşlar tərəfindən də cəzanı çəkərsən. Səni kimilərdə, səni kimi bir qeyrətlərdə, səni kimi oğraşlarda, özü istəyirəm ifadəmə görə həmişə cəzasını çəkib, inşallah ki çəkəcək. Mənim dediyim bu qədər. Əziz valideynlər, nəzarət edin. Buraxmayın bu uşaqlarınızı başlı-başına. Məşğul olun uşaqlarınızla. Bir qoyun qabağınıza məşğul olun uşaqlarınızla. A qızım, dərdin nədir? A qızım, niyə rəngin sozalıb? A qızım, niyə bu haldasan? A qızım, nə olub? Bəlkə başına nəsə iş gəlib. Bəlkə qorxur deməyə. Bir baxın da, bir maraqlanın da. Bəs də oturmuşsunuz hamınız hələniz bir canlılarda, orada burada, nə bilim, bayaq dediyim kimi, nə bilim, Cahcəlalda, nə bilim, o 100 cür fikirlərdəsiz. Uşaqlarınızla məşğul olun. Sizə görə digərində evlatlar pozulası deyil. Məşğul olun uşaqlarınızla. İstər oğlan, istər qız. Fərqi yoxdur. Məşğul olun uşaqlarınızla. Allah xalqımızı, dövlətimizi qorusun.